yavaş sıxarsınız və yaxud da bir problem çıxmasın deyə o kleydən həmişə istifadə edin. Sonra bunu da demişdim mən sizə, bu cür aralığından istifadə edirəm. Paslanmaz poladdır. Çox qəşəng zərif görünüşü var. Bu aranı qapatmaq üçündür. Və başlayırıq bunu düzməyə. İlk baxanda görürsünüz, burası yastı formadadır. Bura avalni formadadır. Avalni formadan başlayırıq. Qoy görünüşü qəşəng görsənsin. Mirvarilərin dəliyi həmişə kiçik olur. Bu bizə həmişə problem yaradır. Baxmayaraq ki, mən dəliyimi biraz böyütmüşəm, amma yenə də problem yaradır. Və bu düzüm boyunca biz keçirməyə başlayırıq. Mirvari özü çox zərif, incə bir daşdır. Mən çox sevdiyim daşlardan biridir. O qədər zərif toxunuşları var ki, hər bir qadına yaraşan bir forması var. Kübar bir görünüşü var. Mirvarinin, mən həmişə deyirəm, kübar bir görünüşü var. Yəni, mirvarini taxıb bir hörmətli məclisə geçsəniz, demək olar ki, insanların çoxsunun baxışı sizin üzərinizdə olacaq. Yine çox gözəl bir daşdır. Hər bir formasını xoşlayıram. Bunun iri forması var, kiçik forması var, xırda forması var. Hər bir formanı müxtəlif zövqlə düzəldib gözəl bir formanı əldə eləmək olar. Salırıq bunları. Hələ mən bu mirvarilərdən müəyyən qədər dəliyim böyütmüşəm, amma yenə də bir miqdar problem yaradır. Yenisini götürdüm. Yaxşıdır. Bu hematidir demək istəyirəm. Hematit daşı çox gözəl görünüşlüdür. Hal-hazırda trenddə olan bir sıra modellərdə bu hematitdən istifadə edirlər. Bu hematit daşını sadə bir formada da istifadə eləmək olar. Sadə bir boyunbağda və kulonla yoğunlaşdırmaq olar. Özü elə sadə bir formada da belə gözəl görsənir. Həm də sifarişlər də çox olur. Amma biz bu dəfə mirvarindən uyğunlaşdırdıq. Gözəl bir görünüş alındı. Bu cür düzürük. Nə xoşumuza gəlməsəm, yenə də bu ölçü tablosu gözümüzün qabağındadır. Ümumiyyətlə, ölçü tablosu da olsa, olmasa, qolumuzda ölçüb baxa bilərik, yoxlaya bilərik. Nə xoşumuza gəlmədirsə, dərhal onu dəyişdirin. Çünki sizə xoş gəlməyən bir şey, çox güman ki, müştəriyə də xoş gəlməyəcək. Çünki siz bunun işin içindəsiniz, dəfələrlə bu cür işləri görmüsünüz. Nəsə bir neto, nəsə uyğunsuzluq olanda birinci onu siz görəcəksiniz. Amma müştərinin də zövqünü nəzərə almaq lazımdır. Bəzən elə əcaib zövqlü müştərilər qarşımıza çıxır ki, məcburuq müştərinin zövqünə uyğunlaşıb onun istədiyini eləyək. Çünki biz onun üçün düzəldirik, özümüz üçün düzəltmirik. Sadəcə məsləhət verə bilərik ki, xanım, bu yaxşı görsənmir və yaxud da bu daş bu daşa uyğun gəlmir və yaxud da əgər %100 istəyirsiniz bu formada olsun, bu yəni razılığın alandan sonra düzəldə bilərik. Amma elə daşlar var ki,
heç bir-birinə uyğunluğu olmur. Amma müştəri deyir ki, yox, mən bu cür istəyirəm. Biz də indi müştərilər üçün düzəltdiyimizə görə məcbur ki, onların istədiyini nəzərə alaq. Bu mirvari biraz problem yaradır. Mirvari ümumiyyətlə çox kiçik dəli qoyurlar. Həmişə istehsalatda çox kiçik dəli ilə gəlir, əlimizə çatır. Olmaz, onun yerinə başqasını qoyarıq. Belə haçalanma olanda biraz kəsin, itiliyi artsın. Bu cür salırıq və bundan sonra bu boyunbağda qoyduğumuz kimi bax bundan qoyuruq. Budur, paslanmaz poladdır. Qoyub sonra bunu keçiririk. Mənim bu formadan çox xoşum gəlir. Çox incə görünüş verir. Qolboq olsun, boyunboq olsun, fərqi yoxdur. İncə görünüşü var. Mən ümumiyyətlə incə bir taxları çox xoşlayıram. Zövqümə oxşayır. Ümumiyyətlə mirvardan çox xoşum gəlir. Zərif, incə görünüşü var. Bu da bu cür salandan sonra indi əlimizdə baxarıq. Qolumuzun bu hissəsində qalacaq. Çox gözəl görsənir. Məclisə falan gedəndə qeyri-adi formalı görsənir. Yine bu belə gələcək. Sol tərəfdə deyək ki var, sağda yoxdur. Bu cür. Bunun bu hissəsini də keçirək. Və baxırıq. Sabitləyirik sağına soluna, uyğunsuzluğuna baxırıq, uyğun gəlir yoxsa yox. Artıq biz yekunlaşdırmalıyıq işim. Keçdi. Bu dəfə keçdi. Mən dəliyin genişləndirmə görə bu dəfə keçdi. Amma siz mirvari alanda çox güman ki, oradan dəli ilə keçməyəcək. Bu cür mirvarilərin dəliyini böyütmək üçün drelin nazik uclu nasatqasından istifadə edib böyüdə bilərsiniz. Nazik uclu nasatqanı bir çox mağazalarda satırlar. Yəqin ki, evinizdə drel var. Temudan sırf bu işlər üçün olan drellərdə satırlar. Amma yoxdursa, evdə olan dreldən xırda nasatqanı almaqla bu dəliyi böyütmək olar. Baxırıq, qolbaq belə elastik olmalıdır. Formada əyilib düzələ bilməlidir. Ondan sonra əgər uyğun gəlirsə, belə düzələ bilirsə, əyilib düzələ bilirsə, artıq biz bunun düyün gizlədənini bağlaya bilərik. Bəkdən sıxırıq, yerini dəyişməsin. Bəkdən. Yenə kleydən vurub işinizi möhkəm ala bilərsiniz. Baxırıq bir səhvliyi yoxdursa, artıq biz bunu bağlaya bilərik. Buradan, bir də buradan. Baxırsınız, qolda rahat hərəkət etməsi üçün qıvraqdır. Və keçirik əsas bu mərhələyə. Bunu bu cür, satışda bu cür satırlar. Amma biz bunu bu cür istifadə eləmirik. Bunu ayırırıq. Orta hissəsində belə
hərgə var, onu çıxardırıq. Və keçiririk bu bir hissəyə. Əslində o bir kəbətin yaxşı sıxır. Əlimin altında olduğuna görə bunu bu vasitəsindən sıxdım. Və o bir hissəyə baxırıq. O bir hissədə də yeni bir hərgə qoymalıyıq. Bu cür hərgəni salıb bağlayırıq. Birbaşa bağladım. Bunu keçirdib sonra bağlayırıq. Və bu formada artıq bağlanış forması bu olacaq. Artıq qalan hissəni biz kəsirik. Artıq qalan hissəni kəsdik. Belə biraz uzaqlaşdırırıq müncaları bir-birindən və çıxıntı hissəsi içəri girmiş olur. Artıq orada çıxıntının olduğu görsənmir. Qolumuzu da baxaq görək hansı formada görsənir. Biraz çətindir, amma çalışacağım sizə göstərim. Aha, bu formada, qolda da duruşu bu formadadır. Baxın necə incə, zərif görsənir. Hələ bunun bağlanma hissəsi nəyə deyirsiniz deyər. Baxın necə görsənir. Zərif, incə, daşlara uyğun formada. Bir çox insanlar bunu bu hissədə də saxlamaq istəyir, bağlama hissəsini. Və yaxud da əsl, amma orijinal duruşu isə yan tərəfdən, bu cür yan tərəfdən dalğavari formanı əmələ gətirməklə olur. İndi boyunbağımıza baxaq. Ondan dəstləşdirilmiş formada düzəltmişik biz. Və bunun bir də sırğasını düzəltməyi sizə öyrədəcəm. Baxın, öz tablosunu götürək. Bu bunun boyunbağısı, bu isə qolbağı. Çox gözəl, zövqlü formadadır. Boyunbağ, qolbağ, bu isə boyunbağ.